الحمد لله الذي كتب الموت على عباده وتفرد بالبقاء والدوام وجعل هذه الحياة الدنيا دار ممر لا دار مقار، والآخرة دار الجزاء وقرار. نحمده سبحانه ونشكره ونستعينه ونستغفره ونسأله حسن الخاتمة والثبات عند الممات، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، كلمة نحيا عليها ونسأل الله أن نموت عليها ونلقاه بها. وأشهد أن محمدًا عبده ورسوله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وتركها على محجة البيضاء، صلى الله وسلم وبارك عليه وعلى آله وصحبه أجمعين. أما بعد، فأوصيكم ونفسي بتقوى الله، فإنها خير زاد ليوم الرحيل، وتزودوا فإن خير الزاد التقوى واتقون يا أولي الألباب. Əziz, değerli qardaşlar, əziz, hörmətli müsəlmanlar, ilk növbədə nəfsimə, sonra sizə Allahdan qorxmağı tövsiyə edirəm. Və təqva səfər günü üçün ən xeyirli azüqədir. Buyurur ki, Allah Teala özünüzlə azüqə götürün və ən xeyirli azüqə təqvadır. Ey ağıl sahibləri, məndən qorxun. Və sonra bir anlıq düşün ki, təsəvvür et ki, bugün son günündür. Və əgər bilsən ki, bugün dünyadan son günündür, ne edersən, ne deyərsən, son saatlarını ne ile məşğul edersən, qəlbin neyi arzuluyar? Gəlin cavabı kənara qoyaq. Əksinə baxaq bir kişinin son günlərinə. O kişi ki, dünyanın həqiqiliyini bizdən daha çox bilib. Ahireti, Allah'ı daha çok tanıyıb. O kişi Muhammed'dir. Sallallahu aleyhi ve sellem. Onun axır gününə baxaq. Ne edib? Necə keçirib? O səfər günü, o gün onun üçün artıq gəlib çatdıqda, o ayrılıq günündə dəvətin yükünü daşıyan o mübarək bədən, ayaqları şişənə qədər ibadət edən, mübarizə aparan, səbr edən, ümməti öyrədən o bədən zəifləməyə başlamışdı. Lakin təəccüblüsü odur ki, və insanı düşündürən odur ki, qüvvəti, gücü zəifləsə də, lakin qəlbində daşıdığı o əzəmətli dəyərlər bizim üçün daha aydın olub. Və onun o gününə nəzər etsək, baxsaq diqqətlə dərk edərik. Ayağa qalxmadığı o xəstəliyi ərəfəsində, o dönəmdə bax nəyə həris olub. Dünyaya gətirdiyi və dünya üçün doğulduğu, ona görə doğulduğu o əzəmətli dəyəri o anda belə unutmayıb, qoruyub. O dəyəri, o tohidi qoruyub ölüm anında belə. Deyir ki, Ayşə radiyallahu anh, elə ki, Peyğəmbərə ölüm ayının anında o xəstəlik, onun ağrısı onu bürümüşdü, üzünü örtmüşdü. Və elə ki, nəfəsi daralırdı, yəni qızdırmanın şiddətindən o örtünü üzündən götürürdü və o haldayken deyirdi ki, Allah
lənət etsin Yahudi nəsranilərə, peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər. Deyir ki, Ayşə radiyallahu anhə yuhəzziru mə sənəu, onların etdiyindən çəkindirirdi. Hətta o anda dünya ilə vidalaşdığı o anda qorxurdu ümməti üçün, qorxurdu ki, tohidinə xələl gələr. Baxmayaraq o dəvəti o başlamışdı. İnsanları Allahın ibadətinə, təkliyinə o çağırmışdı. Və xəstəliyi hərəfəsində də unutmur onu. Çəkindirir şirkə aparan, həddi aşmağa aparan, hər bir yoldan həyatı tohidlə başlayıb, tohidlə yaşayıb və tohidlə də sona çatıb. Sonra xəstəliyi biraz daha şiddətlənəndə bax nə etmək istəyib, ayağa qalxmaq istədi, lakin huşunu itirdi. Sonra ayıldı, önəm verdiyi, düşündüyü nə idi? İnsanlar namazı qıldı mı? Deyə soruşdu. Baxmayaraq səhabələr gözləyirdi Peyğəmbərini, onun çıxmağını. O da istəyirdi onların yanına qalxmaq, çıxmaq. Yuyundu, qalxmağa cəhd etdi, lakin yenə huşunu itirdi. Və yenə ayıldı, yenə sualı təkrarladı. İnsanlar namazı qıldı mı? Hətta nəhayət dedi ki, əmr edin, Əbu Bakır insanlara namazı qıldırsın. Cəsəd ola bilsin, aciz olsun sahibini daşımaqdan. Lakin Peyğəmbərin qəlbi namazla dolu idi. Namaz qəlbindən düşməmişdi. Ona görə vəsiyyəti də, son vəsiyyəti də namaz idi. Deyir ki, Əli ibn Əbi Talib, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən söz kəlmələri Əs-salə, əs-salə, İttəqullaha fīmə mələkət eymanikum. Namaz, namaz, əlinizin altında olanlara görə Allahdan qorxun. Və gəlib bəzi rəvayətlərdə deyir ki, Əs-salə, əs-salə, və mə mələkət eymanikum. Namaz, namaz, əlinizin altında olanlara diqqət edin. Səfərin son anı, son dəqiqələri, bununla yanaşı tohid qorundu. Namaz vəsiyyət olundu. Haqlar unudulmadı. Sonra saat biraz daha yaxınlaşdı. Ölüm, ağrısı, sərxoşluğu, bihuşluğu daha da şiddətləndi. Peyğəmbər sallallahu aleyhi və səlləm üçün. Və əlinin altında, içində su olan bir qab var idi. Əlini onun içine salır, üzünü silirdi və deyirdi ki, La iləhə illallah innə lil mevti ilə səkarat. La iləhə illallah həqiqətən ölümün sərxoşluğu var, yəni ağrısı, acısı var. La iləhə illallah, yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Həqiqətən ölüm ağrılı, acılıdır. Bu kəlmədə biraz dayan. Bu kəlməni Allahdan qafil olan bir kişi demir. Allahın elçisi deyir. Hansı ki Allaha ən sevimli məxluq idi. Ən sevimli qulu idi. Keçmiş, gələcək günahları bağışlanmış biridir. Və Ayşə radiyallahu anhə o anı öz gözləri ilə görüb. Peyğəmbər sallallahu aleyhi və səlləmin çəkdiyi ağrıları şahid olub ona görə deyirdi ki, Mə əqbitu əhədən bihəvani mevtin bə'dəlləzi raitu min şiddəti mevti Rasulillahi sallallahu aleyhi və səlləm. Deyir ki, radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləmin ölən ikən ağrı acı çəkməsini görəndən sonra heç kimin asan ölümünə qiftə eləmirəm. Belə zənn etmə ki, ölüm ağrıdırsa, acılıdırsa, çətin gəlirsə, bu pis sonluq deməkdir, yox əsla. Allahın ən şərəfli məxluqu, məxluqatın ağası onu dadıb və ibrət onda deyil ki, ölüm asan olsun. İbrət ondadır ki, ölüm səni hansı halda yaxalayacaq. Fələulə izə bələğətil hülqum. Can boğaza çatdığı an. Və entum hinə izin tanzurun. Siz ona baxacaqsınız. Və nəhnu əqrabu iləyhi minkum və ləkin lə tubsirun.
Biz ona sizden daha yakınıq, lakin siz görmürsünüz. O an bütün ömür boyu uğruna yaşadığın, ömrünü sərf ettiğin o değerler, o eşyalar hamısı düşəcək değerden. Qalacaq dünyada mal da, mülk de, evde, ailədə, vəzifədə, şərəfdə insanlar ətrafında olacaq, baxacaq. Lakin səninlə Allah arasında etdiklərin qalacaq. Danışdıqların qalacaq. O əzəmətli an Peyğəmbərin dilindən tevhid kəlməsi düşmür. La ilahe illallah. O kəlmə hansı ki çağırıb ona Məkkədə dəvət edib, o kəlməyə görə vuruşub, mübarizə aparıb, o kəlmə onun üzərində səhabələrini tərbiyə edib, o kəlmə dünyadan ayrıldığı son anda da dilindeydi. Və sonra qaldırıb, gözünü yuxarı və deyib ki, Ər-Rafiq Əl-Ə'lə, uca dostu, Allahla qarşılaşmağı sevib, dikəldi bəlini səmaya doğru deyib bu kəlmələri və nəhayət əli düşüb, ruhu alınıb, deyir ki, Ayşə radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləm evimdə vəfat edib. Mənim günümdə, gecəmdə, yəni növbəmdə başı sinəmlə boğazım arasında. Sonra Abdurrahman ibn Əbu Bəkir daxil oldu. Əlində təzə misvak vardı, yaş. Və baxdım ona doğru. Elə başa düşdüm, zənn etdim ki, istəyir. Götürdüm ondan, çeynədim, əzdim, yumuşatdım, təmizlədim, ona verdim. Və onu ilə gördüyüm ən gözəl bir şəkildə misvaklandı. Sonra onu mənə uzatmaq istədi, lakin əli düşdü. Və onun üçün dua etməyə başladım. Cəbrailin ona etdiyi duanı və o dua ki, xəstələndikdə özü edirdi. Lakin o gün o duanı eləmədi. Ediblər ki, alimlər o dua, Cəbrailin ona etdiyi duada ehtimal edilən. Deyirdi ki, Bismillahirrahmanirrahim. Necə bilirsiniz, Allahın adı ilə səni rüqyə edirəm. Və bəzi alimlər də deyib ki, özünün etdiyi duada Allahümme Rabbin nəs. Allahım ey insanların Rəbbi əziyyəti qaldır. Lakin o gün o duanı eləmədi. Gözünü qaldırdı səmaya, dedi ki, Ər-Rafiq Əl-Ə'lə, uca dostuq, uca yoldaşdır. Sonra canı alındı, yəni ruhu çıxdı. Və deyir ki, Ayşə radiyallahu anhə, dünyadan son günündə, onun son günündə mənim ağız suyumla onun ağız suyunu bir yerə cəm edən Allah'a həmd olsun. Ona görə bax, o saatlar, onun o son dəqiqələri bizə nə öyrətdi? Öyrətdi ki, tevhid önemli değil. Öyrətdi ki, namaz var, yerinə yetirilməlidir. Öyrətdi bəndələrin haqlarını. Öyrətdi Allahla qarşılaşmağa hazırlaşmalısan. Dünyanın, bütöv bir dünyanın o böylüyünə baxmayaraq, kiçildiyi o anda əzəmətli qalan bulardı. Ona görə də Rəbbini unutmuş, dünya ilə məşğul olan insan tərk edəcəyin dünya budur. Tövbəni gecikdirən, ömründən hər gün azalan budur. Azanı eşidib namazı gecikdirən, xatırla Peyğəmbərli, qalxmaq istəsə də, bacarmasa da, qılmaq istədiyi o namaz, önəm verdiyi o məsələ odur. İnsanlar namazı qılıb yoxsa yox. Ona görə də ölümə hazırlıq üçün ehtiyac yoxdur ki, biləsən hansı gün öləcəksən. Bəs edir ki, biləsən öləcəksən. Ona görə niyyətini düzəlt, tevhidini düzəlt, namazları qoru, bəndələrin haqlarını ver. Nə qədər ki, tövbə qapısı açıqdır, tövbə et. Və Allahla qarşılaşanda olmaq istədiyin, sevdiyin o halı, o halda çıxmaq istəyirsənsə Allahın qarşısına, elə yaşa. Elə yaşa ki, o halda çıxasan. Çünki bu dünyanın, bu həyatın son günü var. Ürəyin
son döyüntüsü var. Dilin bacaracaqsa deyəcəyi son kəlmə var. Və nə xoşbəxtdir o insanlar ki, həyatı Allah üçündür. Və nə xoşbəxtdir o insan ki, sonluğu Allah Taala'nın itayətindədir. Allah'ım bizi tevhid, sünnə üzərində yaşat. Sonluğumuzu itayətində et. Allah'ım namazı gözümüzün nuru, sevinci et. Bizi səninlə qarşılaşana qədər itayətdə sabit et. Allah'ım ölümün sərxoşluğunu, ağrısını, acısını bizim üçün asanlaşdır. Sonluğumuzu gözəl et. Ən xeyirli günlərimizi səninlə qarşılaşacağımız gün et. Allah'ım İslamı, müsəlmanları izzətli et. Arda zəif müsəlmanlar varsa onlara kömək ol. Xəstələrinə şəfa ver. Acılarını doyur. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Ölkə başçımızı qoru. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli zəm əstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və s-salatu və s-salamu alə əşrafil ənbiyyə vəl-mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-adli vel-ihsani və itaa'i zil-qurbə və yenhə anil fəhşai vel-munkari vel-bəği. يعظكم لعلكم تذكرون